Qazdan partlayış baş verdi. Hadisənin şahidi oldum. 3 nəfər yandı. Bölgə TV xəbər verir ki, bunu Bakı TV açıqlamasında paytaxtın Binəqədi rayonunda kafedə baş vermiş yanğının hadisə şahidlərindən biri bildirib. Yananlardan birinə kömək elədim. Təcili tibbi yardım gəlib apardı. İşçilərdən biri yanırdı, mən söndürdüm, deyə o əlavə edib. Qeyd edib ki, ötən gün Bakı şəhəri Binəqədi rayonu Məmmədova küçəsində obyektlərin birində partlayış baş verib. Nəticədə 3 kişi bədəninin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə yanıq mərkəzinə hospitalizasiya olunub. Dilbər Vüqar qızı, Bölgə TV. 3 nəfər yandı, hadisə şahid oldum. Yananlardan birinə kömək elədim. Skora gəldi, təcili tibbi yardım. Əməkdaşlar apardılar. Partlayış baş verdi, yoxsa yanğın baş verdi? Partlayış baş verdi. Qazdan partlayış baş verdi. Yanırdı buralıq hal-hazırda. İşçinin biri yanırdı, mən söndürdüm, köməklik elədim.